Heç bir qız dürüstlüyünə və sədaqətinə əmin olmayan oğlana hə deməz. Allah da eləcə. O, sizin dürüstlüyünüzü və sədaqətinizi yoxlamayınca, əmin olmayınca sizə həqiqət vermir. Ona görə şərqdə belə bir praktikalar var, insanın inşasını. İndi mən orucu dedim, namazı dedim, meditasiya var burada. Yəni çoxdur, metodlar çoxdur. Və bütün o metodların hamısının məqsədi odur ki, sən müşahidəçilik damarın güclənsin sənin. Nəfsivi, ağlıvı, indi orada meditasiyada ağıldır, burada nəfs qoya bilərik. Qabağa qoymadan dünyanı, həyatı müşahidə. Kim durudursa, kim aydındırsa, kim sadiqdirsə, kim dürüstdürsə, o həqiqəti görür. Həqiqət isə çox sadə sözlərdir. O sözləri həqiqəti bilməyənlər də bilir.